Salam, bugün sizlə asılıqlardan danışacağıq. Əslində aslıq deyəndə hər birimiz daha çox maddələri düşünürük. Maddələrlə əlavə hətta özümüzdə olub da aslıq olduğunu bilmədiyimiz çox aslıq növlərimiz var. Asılıqlar iki kateqoriyaya bölünür: maddə asılıqları və davranış asılıqları. Davranış asılıqlarımıza aiddir cinsi davranış asılıqları, yemək asılığı, internet asılığı, qumar oyunları asılığı və hətta bir insana qarşı olan asılıq. Biz bu asılıqların hər birini psixoloji yolla, psixoloji terapiya üsulları ilə həll edə bilirik. Ən əsası elmi əsaslı terapiyalardan istifadə edərək onların müalicəsinə köməklik edə bilirik. Elmi əsaslı terapiya növləri dedikdə, birincisi koqnitiv davranış terapiyasından istifadə edirik. Düşüncələrimizi dəyişərək davranışlarımızı dəyişirik həmin asılıqlara qarşı. İkincisi isə EMDR terapiyasından istifadə edərək həmin o asılığa qarşı olan hisslərimizi soyuduruq, adiləşdiririk və beləliklə əslində qurtula bilmərik dediyimiz bütün asılıq növlərindən düzgün elmi əsaslı terapiya üsulları ilə qurtulmuş oluruq.